Bax bu yol Müşfiqabad və 20 yanvar yoludur. Hökməldən sonra yerüstü keçid var. Bu körpü keçid qoymalıdılar bura. Hər gün millət istər marşrutla, istər maşınla işə gedəndə ən azından saat yarım, 1 saat 20 dəqiqə, 1 saat gecikir. Aidiyyatı qurumlar bu haqda tədbir görsələr, hər iki zolaqda belə probka yaranmaz. 1 saatdan çox biz probkada qalırıq. Görürsünüzmü? Bax, Dəyirman yolu deyilən yerüstü keçiddir. Bunu bir dənə əməlli başlı keçid qoyun, yerüstü pilləkənlə. Qoy cəmaət işə getsin, həm piyadaçılar getsin, rahat işinə çatsın, həm də biz özümüz rahat gedək çataq. Da avtobusla, şəxsi nəqliyyatdan istifadə edənlər. Bax, biz bu gündəyik. Heç olmasa fikir verin də, bir dəfə də bu yazıq milləti düşünün də. Nə olar ki? Samolyotla gedək işə. Yoxdur axı, bizdə o samolyot yoxdur, bizdə o imkan yoxdur axı.